Hər vaxtınız xeyir, əziz və dəyərli dinləyicilər. CBC FM-də həkim vaxtında xoş gördük sizləri. Bugünkü verilişimizin mövzusu yay mövsümündə zəhərlənmə hallarıdır. Qonağımız isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent, həkim toksikoloq İsmail bəy Əfəndiyevdir. Bugün İsmail müəllimlə biz zəhərlənmələrdən danışacağıq. Xoş gəlmisiniz doktor. Çox sağ olun, mənim təşəkkür edirəm dəvətə görə. Ümumiyyətlə, yay mövsümündə zəhərlənmə halları olur. Bir qədər bu zəhərlənmə nədir və nədən yaranır? Onunla bağlı, buyurun. Birinci növbədə çox düz buyurdunuz ki, yay aylarında zəhərlənmələrin sayı artır. Və zəhərlənmə ümumi bir anlayışdır. Və bu sözün altında çox müxtəlif patoloji vəziyyətlər dayanır. Bu həm kimyəvi zəhərlənmə ola bilər, həmçinin də qida zəhərlənməsi ola bilər. Ən böyük artım biz qida zəhərlənmələrinin arasında görürük. Zəhərlənmə, yəni ki, hansısa bir toksinin, yəni ki, ya kimyəvi, ya bakterial toksinin insan orqanizmə patoloji təsiri altında müəyyən simptoma kompleks zəhərlənmə əlamətləri inkişafı deməkdir. Zəhərlənmənin ümum toksik təsiri var. Yəni ki, hər bir zəhərlənmədə ürək bulanma, qusma, ümumi halsızlıq və spesifik xüsusi zəhərə, xüsusi maddəyə olan bir əlamətlər olur. Ümumiyyətlə, insan zəhərləndiyi zaman kənardan necə müşahidə olunur ki, bu zəhərlənib? Yəni, orada bir simptomlar, bir əlamətlər nələrdən bilinir bu? Yenə də burada hər şey zəhərlənmənin növündən asılıdır. Və əgər biz zəhərlənmə narkotiklə danışsaq, siz dərhal onu tutacaqsınız ki, insanın göz bəbəyi daralıbdır, tənəffüsün pozulması var, özünü bu narkotikdən zəhərlənmə kimyəviyə daxil edilirmi? Sözsüz, bu kimyəvi zəhərlənmədir. Amma əgər biz qida zəhərlənməsindən, bakterial ya virus zəhərlənməsindən danışacağıq, burada birinci növbədə insan orqanizmində daha infeksiyon zəhərlənməyə məxsus olan əlamətlər, ürək bulanma, qusma, dayanmadan ishal, hərarətin artması və s. kimi əlamətlər daha çox ön planda durur. Elə zəhərlənmələr varmı ki, məsələn, o zəhərlənir, bədən artıq cisim müqavimət nəticəsində onu dəf edə bilir. Yoxsa ki, bütün zəhərlənmələrə tibbi müdaxilə lazımdır. Əgər biz yaya daha çox xas olan qida zəhərlənmələrdən danışırıq. Onun 3 ağırlığı var. Yüngül, orta və ağır dərəcədə. Və əgər siz böyük insan, sağlam insansınız, tutaq ki, hansısa yemək yediniz, ya indiki çiyələk mövsümündə çiyələk yediniz və onda özünüzdə yüngül əlamətlər hiss eləyirsiniz. Məsələn, ürək bulanma, qusma, amma hərarət yuxarı qalxmayıb, dayanmadan 6-7 dəfə böyük bayıra getmirsiniz və s. Ev şəraitində antibiotiksiz, dərmansız siz özünüzü idarə eləyə biləcəksiniz. Məsələn, pəhrizi saxlamaqla, çoxlu miqdarda maya qəbul eləməklə, duzlu məhlul qəbul eləməklə adətən 2-3 günə belə yüngül zəhərlənmə keçir. Amma əgər uşaqdır, əgər yaşlı insandır, əgər hamilə qadındır, hətta yüngül zəhərlənmədə də həkimə müraciət etmək lazımdır. Bəs yanakı xəstəlikləri olanlar neynəsin? Məsələn, diabetikdir, şəkəri var və yaxud da ki, zobu var və yaxud digər yanaşı xəstəliklər, onlar neynəməlidirlər? Bir mənalı olaraq, əgər sizdə xroniki xəstəlik varsa, sizin zəhərlənmə halın xroniki xəstəliyində pisləşməsinə gətirib çıxarda bilər. Belə hallarda təsiri olur orada. Sözsüz. Gözdə çünki burada turşu qələvi mübadiləsi, su elektrolit mübadiləsi pozulur. Əgər sinir sistemində problem var, məsələn, uşaqlara xüsusən bu aiddir. Uşaqlarda maya itirməyin nəticəsində hətta qıcolma ola bilər, sudra da ola bilər və ondan sonra huşun dəyişilməsi ola bilər və hətta həyat təhlükəli bir vəziyyət ola bilər. Ona görə belə hallarda gözləmədən həkimə müraciət etmək tövsiyə olunur. Verilişin başlanğıcında dediniz ki, kimyəvi zəhərlənmələr var və bir də qida zəhərlənmələri. Bir qədər bu kimyəvi zəhərlənmələrdən yay mövsümündə və yaxud qış mövsümündə bu kimyəvi zəhərlənmələrin təsir qüvvəsi artıb azala bilirmi? Yay üçün və qış üçün zəhərlənmənin strukturunda kifayət qədər böyük dəyişiklik var.
Əgər qışda biz daha çox dəm qazı ilə zəhərlənmə görürük, yayda dəm qazı ilə zəhərlənmə demək olar ki, sıfırdır. Lakin ilan sancmalar, əqrəb sancmalar, digər məsələn göbələk zəhərlənməsi, zəhərli göbələkdən söhbət gedir. Çünki hər bir göbələk zəhərli deyil. İndi bir misal çəkə bilərəm, bir məşhur bir xalq artisti bir dəfə qapımızı döyüb, zəhərlənmə ilə girdi, uzandı. Dedi ki, mən dünən toyda salat yemişəm, göbələk salatı zəhərlənmişəm. Dedim, ay filan kəs xanım, nə əlamətlər var sizdə? Deyir ki, ürək bulanmadır, qusmadır, temperaturdur. Bu göbələk zəhərlənməsi deyil. Bu sadəcə olaraq mayonez hansı ki o salatda var, yeyibdir, zəhərlənibdir və ona görə bu qida zəhərlənməsidir. Ola bilərmi ki, göbələklə reaksiya gedib? Xeyr. Göbələklə zəhərlənməsi Allah eləməsin qat-qat ondan ağırdır və əgər yabanı göbələk naməlum yerdən siz almısınız, hətta bir göbələk insanın ömrünə son qoya bilər. Orada əlamətlər tam ayrıdır. Orada qaraciyər demək olar ki, bir neçə gün məhv olur, qaraciyər nekroz olur və burada ilk əlamətlər daha çox qaraciyərə məxsus olur. Nəinki ürək bulanma, qusma, isxal, temperaturu və s. Zəhərlənmələrdə ən tez keçə biləcək zəhərlənmə hansı zəhərlənmə növlərinə aiddir? Məsələn, hansı ki tez keçib gedir, amma uzun müddətli olanları hansılardır? Biz kimyəvi zəhərlənmələrdən danışsaq, Azərbaycan üçün ən problemli və uzun müalicə olan zəhərlənmələr bu sirkə turşusu ilə zəhərlənmələrdir. Hansı ki, həm ağır fəsad verir, həm də ölüm faizi çox olur. Eyni zamanda ilan sancmalar da uzun müalicə alınan zəhərlənmələrdir. Adətən qida zəhərlənmələr və ya dərman zəhərlənmələr 2-3 günə biz onları müalicə edib evə buraxa bilirik. Qida zəhərlənmələrinə gəldikdə, hansı qida növləri yay mövsümündə zəhərlənmə yarada bilir? Yox, üzr istəyirəm, yaradır. Bilir, yox, yaradır. Çox gözəl sualdır və mən keçən biraz praktiki misallara. Buyurun. Məsələn, birazdan sonra indi çiyələk mövsümüdür və mən hətta bir neçə gün bundan əvvəl bir neçə hətta mətbuat orqanları mənə müraciət edib ki, kimyəvi çiyələk, kübrə ilə olan çiyələk bir xanım yeyib zəhərlənib və bütün bədəni bunu səpibdir. Mən o videoya baxdım, görürəm ki, xeyr, heç allergiya deyil, bu gemoragik vaskulitdir, tamamilə ayrı bir xəstəlikdir. Lakin əgər insanda həssaslıq var, o çiyələyin o tərkibində olan bəzi zülallar həm allergiya verə bilər, həm də ağır digər immunoloji problemdir. Amma bu zəhərlənmə deyil. Zəhərlənmə isə biz düşünək, çiyələk harada? Torpağa yaxın. Çiyələk alanda evə gətirirsiniz siz onu. Necə onu yuyursunuz? Yoxsa yalandan biraz suyun altında saxladınız, ondan sonra yeyirsiniz və ondan sonra bir müddətdən sonra zəhərlənmə olur. Xeyr, bu çiyələklə zəhərlənmə deyil, bu qida zəhərlənməsidir. Bu çiyələk də ola bilər, qarpız da olar, şəftəli də ola bilər. Ya da ki, qarpızdan siz ondan birazdan sonra biz danışacağıq. Qarpız siz alandan sonra evə gətirirsiniz, yumadan kəsirsiniz və kəsəndə o bıçaqla o tamlığı pozandan sonra onun üstündə olan bütün mikroorqanizmlər gedir içəri. Orada da şirin mühtədiyyətdir. Hökmən yuyulmalıdır qarpız. Bir mənalı. Özdə yaxşı olar ki, hətta sabunla yuyasınız onu. Ondan sonra da kəsəndən sonra qarpızı şirin olduğuna görə o mikroorqanizmlərin inkişafı üçün ideal bir mühittir. Kəsdiniz, yediniz, ondan sonra onun qalığı qoyun xaladelnikə, soyuducuya qoyun. Əziz dinləyicilər, İsmail doktordan belə bir mesaj. Qarpız aldığınız zaman onu hətta sabunla belə yumalısınız ki, mikroorqanizmlər siz onu kəsdiyiniz zaman içəriyə daxil olmasın. Tamamilə düzdür. Qarpız yerin üstündə, torpağın üstündə bitir. O oradan bostandan gələndə düşünün, neçə əldən keçir sizə evə gəlir və o əllər yuyulub, yuyulmayıb və s. Ona görə belə bütün zəhərlənmələrin ən vacib məsələsi bu profilaktikadır. Profilaktika çox yüngül bir qaydalardır, hansı ki biz hamımız onu riayət edə bilərik. Doktor, danışırıq zəhərlənmələrdən. Nə zaman bir insan həkimə müraciət eləməlidir zəhərləndiyi halda? O hansı bir haldır ki, artıq məcburdur həkimə müraciət eləsin? Bu fərq etməz. İstər kimyəvi zəhərlənmə olsun, istər qida. Bir mənalı olaraq bütün zəhərlənmə fəsad verə bilər. Və hətta adi bir zəhərlənmə hansı ki düşünək ki, yüngül keçəcək, özü-özünə keçəcək, sonra fəsad verə bilər və ondan sonra da o müalicəsi bir gün yox, bir neçə ayda davam edə bilər.
Ona görə tövsiyə odur ki, əgər siz özünüzdə hansısa bir immuntoksik zəhərlənmənin əlamətləri görürsünüzsə, müraciət eləyin həkimə. 103-ə zəng eləyin ya birbaşa həkimə. Bəzi insanlar həkimə müraciətdən öncə bu türkə çarələrə başvurmağa çalışırlar. Hansı bir çay içmək və yaxud da hansısa bir otdan istifadə. Bunlara necə münasibətiniz Qatıq. necə? Bizim bütün universal antidot bütün zəhərlənmələrə qatıqdır. Qatığa qarşı heç bir mənim etirazım yoxdur. Sadəcə olaraq qatıqdan qat-qat effektli adi sudur. Əgər siz həkimə müraciət etmək istəmirsinizsə, məsuliyyət öz üzərinə götürürsünüzsə və özünüzü müalicə eləmək istəyirsinizsə evdə, birinci növbədə mədə-bağırsaq təmizlənməlidir. Bu, həm təmizləyici imalə ola bilər, həm də burada çoxlu miqdarlı maye və adi qaynanmış su içmək lazımdır. Və bir də dərmanda sizə tövsiyə eləyə bilərəm, o hər evdə olmalıdır ki, zəhərlənmə hətta həkimə gələndən əvvəl, həkimə qədər, həkim sizin evinizə gəldiysə həkimə yanına gələndən əvvəl siz o dərmanı qəbul eləsəz, zəhərlənmənin əlamətləri daha az olacaq, zəhərlənmə daha yüngül keçəcək. Bu da dərmanın adı aktivləşdirilmiş kömürdür. Onun qiyməti çox ucuzdur, reseptsiz satılır və hər evdə o dərman olmalıdır. Qida zəhərlənməsi oldu, su içdiniz, mədə-bağırsağı təmizlətdirdiniz. Ondan sonra götürün bir tabletka aktiv kömür, o qara kömürü əzin. Hər 10 kilo kütləsinə bir tabletka. Əgər sənin 70 kilo çəkin varsa, 7 tabletkanı əzin toz formasında, ondan sonra su ilə qarışdırın. Hər 10 kiloya bir tabletka. Hər 10 kiloya bir tabletka. Məsələn, mənim çəkim 100 kilodursa 10 tabletka. Sizin çəkimiz 50-60 kilodursa 6 tabletka. Onu deməli, çəki əzin, su ilə qarışdırın, için və o kömür bütün o toksinləri çəkir özünə və belə ki, qana zəhərlə ad keçir və belə zəhərlənmə daha gec inkişaf eləyəcək. Bəzi hallarda olur ki, hansısa bir həşəratın dişləməyindən də zəhərlənmə, qanda zəhərlənmə. Məsələn, bu uşaqlarda da ola bilir, böyüklərdə də ola bilir. Siz necə düşünürsünüz? O halda nə etməli? Onlar mən biraz birinci ağır daha zəhərlənmədən danışım. Buyurun, bu qrupa aiddir. Sonra keçəcəyi həşəratlara nəyə görə misal gətirdim? Bu yaxınlıqda deməli 3 gün bundan əvvəl təbibin nəzdində olan bir 200-ə yaxın həkim biz böyük bir webinar elədik və yaya çox xarakter olar bir zəhərlənmə ilan sancmalardan danışdıq. Və təəssüflər olsun ki, hətta bəzi həkimlərin arasında bu günə qədər belə bir fikir köklənib ki, ilan sancından sonra hökmən turna qoymaq lazımdır. Güya ondan zəhər qana yayılır. Çox yanlış və zid bir fikirdir. İlan sancan yerdən bir qədər yuxarı hissədən jgutla sıxmaq mı? Qəti qadağandır. Nəinki olmaz, qəti qadağandır. Vaxtilə mən elmlər dissertasiyamı yazanda seçdim xəstələri. İnandırım sizi ki, mən o xəstələrə ki, jgut qoyulmamışdı, bir dənə də ölüm hadisəsi olmayıb. Kimə jgut bağladılar, daha ağır zəhərlənmə keçib, daha fəsadlı keçib. Çünki siz turna bağlayırsınız, jgut bağlısınız, qan dövranı pozulur, bütün zəhər gedir daha dərinə və ondan sonra sıxıcı qoyu açılandan sonra bütün birbaşa zəhər gedir qana və demək olar ki, əl-qol gedir. Yəni ayaq. Tövsiyəniz nədir o zaman? Tövsiyə əgər ilan sancmalardan danışırıq, birinci növbədə qorxmamaq, təşvişə düşməmək. Çünki nə qədər tez hərəkət eləsəz, o qədər də o zəhər daha tez yayılacaq bədənə. Həmin ətrafı rahat, sakit saxlamaq, az hərəkət etmək, ağrı kəsici qəbul etmək və həkimə müraciət etmək. Çünki zərdab, ilan əleyhinə olan zərdab yalnız və yalnız həkim vura bilər. Çünki o özü aktiv bioloji preparatdır və anafilaktik şok verə bilər. Keçək daha yüngül şeylərə, sizə verdiyi sual ki, həşərat, əqrəb və s. Burada hətta ağcaqanad belə. Hətta ağcaqanad zəhəri yoxdur. Onun barəsində da danışarıq. Zəhərlənmədən danışaq. Bu, məsələn, tutaq ki, əgər siz əqrəb sancdı, ya həşərat sancdı, ya arı sancdı, burada birinci növbədə yerli, lokal, əgər siz kompres hipertonik duz məhlulu götürürsünüz bir neçə qaşıq xörək duzu isti suda qarışdırırsınız. Ondan sonra bir kompres qoyursunuz. Ya yarım spirtli kompres, ya araq, ya da ki adi spirt yarı bayarı ilə 2 dəfə su ilə qarışdırıb həmin nahiyyə qoyursunuz. Yenə də ağrı kəsici və antigistamin preparat qəbul etmək lazımdır. Bu zəhərlənmənin və həmin lokal ödəmin qarşısını ala bilər. Ağcaqanad zəhəri yoxdur, amma həssas insanlarda, uşaqlarda xüsusən həmin yer şişə bilər, həmin yer isti ola bilər. Bu zəhərlənmə deyil. Bu sadəcə olaraq
Fəsad verə bilirmi sonra? dəri tamlığı pozulur. Həmin yenə də yayda biz hamımız tərləyirik. Hava temperaturu daha istidir, dəridə daha çox mikroblar var. Dərin tamlığı pozulandan sonra, xüsusən əgər sən o yerini qaşıdın, mikroblar keçir dərin altında və orada iltihab yaranır. Belə olur ki, balaca ağcı qanat sancanından sonra bütün qol ya ayaq şişir. Sözsüz bu təhlükəlidir. Burada artıq həkim baxmalıdır. Bəzi hallarda antibiotik təyin olunur, yerli lokal mərhəmlər təyin olunur və müalicə alır. Amma əgər belə bir ciddi bir problem yoxdursa, yenə də hansısa bir antihistamin ora preparat məlhəm formasında siz tətbiq eləsəz, həmin kompresdə qoysaz, belə bir böyük bir fəsad olmur. Bəzi bitkilər var. Hansılar ki, onlar məsələn indi meşədə, hardasa, piknikdə məsələn insana bata bilir və yaxud da ki, amma o hardasa zəhərli də ola bilər. Bəs o hallarda necə olmalıdır? Mən hər tərəfli soruşuram. Siz çox gözəl sual verdiniz. Bu yaxınlıqda mən Gömrük Komitəsində bizim gömrükçülərə bir mühazirə oxuyurdum və mənə bir əhvalat danışdılar ki, bir Azərbaycanlı bir biznesmen götürdü, hər Azərbaycanın evində olan bir otu, bir bitkini yığdı öz deməli maşına və aparırdı Rusiyada satmağa bazarda. Dağıstan sərhədini keçən kimi həmin tırı saxladılar, cinayət işi açdılar və həmin biznesmen müəyyən məhkəmə qərarı ilə 6 il iş kəsdilər onu. Nədir o bitki sizcə? Mən bəlkə sizə sual verim burada. Ağlımıza nə gəlir? İnandırım sizə ki, hər evdə var. Heç kəsin ağlına gəlməz ki, bəzi ölkələrdə həmin bitki narkotik vasitələrin ağır zəhərləmə verən bitkidir. Bu adi üzərlikdir. Üzərin tərkibində olan 2 alkaloid, qarmalin və qarmin, hətta psixotrop təsirə malikdir və ona görə Rusiya kimi ölkədə həmin bitki bir narkotik vasitə kimi qəbul olunub. Ona görə hətta üzəri istifadə edəndə ehtiyatlı olun. Bu bir zarafat idi, amma sözsüz bu yalan deyil, həqiqətən bu belə məlumatdır. Digər bitkilərdən danışsaq, yenə də çox indi məsələn Bakının çox yerlərdə indi onun kakras gül açan vaxtıdır. Oleander var. Belə bir bitki. Bəli. Gözəl çəhrayı, qırmızı, ağ güllər var. Gözəl onun ətri var. Bilin ki, həmin bitki çox toksikdir və onun tərkibində ürək glikozitlər var və Allah eləməsin bir uşaq bir o yarpağı ya bitki gülünü çiynəsə, ürək tərəfindən böyük fəsadlar ola bilər. Yəni zəhərlənmə. Digər bitki var, ona deyirlər Belladonna krasavka və digər bitki var, böyük ağ güllərdir, böyük yarpaqlardır, dəlibəng deyirlər ona. Çoxsu bağlarda onu əkir. Onun tərkibində və onun meyvəsi də belə balaca kirpiyə kimi tüklüdür. Bilin ki, onun tərkibində də atropinə bənzər maddə var və bir tumu yeyəndən sonra ağır zəhərlənmə verə bilər. Yəni ki, və ya bəzi evlərdə olur, həmişə yaşıl olan bitkilər, yenə də bizim praktikada olub ki, onun yarpağında olan aksalat turşusu ağır zəhərlənmə verib, xüsusən uşaqlara. Ona görə indi maşallah tədbiqlər çoxdur, hətta mobil telefonlarda da var. Hansısa bitki, xüsusən meşədə və ya digər yerlərdə görürsünüz, yoxlayın. Əgər o zəhərlidirsə, əgər onun tərkibində toksin var, ondan ehtiyatla davranın. Xüsusi bu göbələklərə aiddir. Doktor, verilişin vaxt məhdudiyyətini nəzərə alaraq sonda istərdik bizim dinləyicilərimizə və YouTube üzərindən bizi izləyənlərə nə tövsiyələriniz olardı? Xüsusilə də valideynlərə. Valideynlərə tövsiyəm odur ki, yaydır. Çoxu gedir bağlara, çoxu gedir rayonlara və uşaqların arasında zəhərlənmə riski kəskin artır. Birinci növbədə bütün kimyəvi maddələr öz original qablarda saxlayın. Üstündə zəhər sözü yazın. Xüsusən məsələn adi nöt, neft məhsulları. Nə qədər o nötlə zəhərlənmələr uşaqlar arasında artır yayda. Və heç vaxt heç bir kimyəvi maddə soyuducuda saxlamayın. Uşaq gəlir evə, soyuducunu açır, bir şüşəni görür, çəkir başına, hətta bir yarım qurtum da turşu, gələf o uşaq üçün ölümcül ola bilər. Dərmanları, tabletləri və s. saxlayın belə yerdə 2-5 yaş əgər arasında evdə uşaq varsa 10 saniyə onun üçün kifayətdir ki, yemin həmin yeri açsın, dərmanı açsın və ağır zəhərləmə versin. Təəssüf olsun ki, biz praktikada hər gün demək olar ki, belə şeylərlə rastlaşırıq. Və sözsüz hansısa bir yerə gedəndə, meşələrə gedəndə həmişə ayağın altına baxın ki, təsadüfən ilanı tapdalamayasınız.
inandırım ki, ilan heç vaxt özü birinci insana hücum eləmir. İlan öz zəhər qoruyur ayrı məqsədlə. Əgər bir hadisə olubsa, yenə təşvişə düşməyin, həkimə müraciət eləyin. Kifayət qədər dərmanlar, zərdəblat, hər şey var xəstəxanalarda. Sizə yüksək keyfiyyətli yardımlar olunacaq. Biz sizə təşəkkür edirik. Çox sağ olun, dəvətimizi qəbul edib gəldiniz və ümid edirik ki, gələcəkdə də bu və digər mövzular ətrafında dinləyicilərimizi maraqlandıran suallara cavablandırmaq məqsədi ilə biz sizi yenə də öz verilişimizdə görmək istəyəcəyik. Çox sağ olun, təşəkkür edirəm müəllim. Sizi də görmək mənə çox şad oldu. Sağ olun, təşəkkürlər. Əziz və dəyərli dinləyicilər, bununla da verilişimizin sonuna gəlib çatdıq. Bugün yay mövsümündə zəhərlənmələrdən danışdıq. Verilişimizin qonağı isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent, həkim toksikoloq İsmail bəy Əfəndiyev idi. Mən isə sizlə sağollaşıram. Sağ olun, gələn görüşlərə dək.